Aşağıdakı kod işə düşdüyü zaman ekrana hansı ifadə çıxar? Gördüğünüz gibi bizdə bir budaqlanan bir alqoritm verilib və if, elif və else operatorlarından istifadə olunur. Əvvəlcə bunu həll etmək üçün if, else və elifdən necə istifadə etmək lazım ona baxmalıyıq. If-də biz şərt veririk. Həmin şərtə əsasən, əgər ki ödənərsə, if-in tabında yazılmış əməliyyatı icra edirik. Məsələn, əməliyyat 1. Əgər ki bu ödənməzsə, nə edirik? Else operatorundan istifadə edərək başqa bir əməliyyatı icra edə bilirik. Əgər ki mən ödənmədiyi halda başqa bir şərt vermək istəyirəmsə, bu zaman elif operatorundan istifadə edirəm ki, elifin açılışlı əslində budur. Else if deməkdir. Sadəcə qısaltma olaraq bunu elif formasında yazırıq. Elif yazdıqdan sonra növbəti bir şərt verə bilirəm və həmin şərt ödənərsə, başqa artıq ikinci əməliyyatı icra edə bilirəm. Əgər məsələn yenə şərt vermək istəsəm, yenə elifdən istifadə edirəm. Şərt 3 və buna əsasən üçüncü əməliyyatı icra edə bilirəm. Sonda əgər şərt verməyəcəmsə, yəni ki hamısı, yəni heç bir şərt ödənmədikdə artıq hansısa bir əməliyyatı icra etmək istəyirəmsə, yenə else-dən istifadə edirəm və əməliyyat 4 kimi qeyd edək bunu da. İndi bizdə burada if ödənərsə əgər, yəni if şərti true olarsa, artıq heç birinə baxmıram aşağıdakıların. Əgər bu false olarsa, bu zaman elifə baxıram. Elif true olarsa, aşağıdakılara baxmıram. Əgər elif false olarsa, digərlərinə baxıram. Yəni ki, bizdə burada hər şey ondan əvvəlki şərtdən asılıdır. Amma əgər ki, iki dənə if yan-yana olarsa, bunlar heç birinə bir-birinə asılı deyil. Çünki if, yəni ödənsə də ödənməsə aşağıya baxırıq. Hansı ki, else halı yoxdur, yəni. If ödəndi, məsələn bu şərt ödənsə də, true olsa da, false olsa da buna hökmən baxmalıyıq. İndi ona əsasən artıq həll edək. İlk şərtimiz nədir bizdə? İlk şərtimiz deyir ki, 3 3-dən böyükdürmü? Böyük deyil, yanlışdır bu. Amma deyir 4 2-dən böyükdürmü? Bəli, böyükdür. Or olduqda nə olur? Or bizdə birləşdirir bunu. Yəni ki, or olduqda hər iki tərəfdən hansısa birinin true olmağı, yəni doğru olmağı kifayət edir. Amma and olduqda kəsişdirir. Yəni ki, hər iki tərəfində mütləq şəkildə doğru olmasını tələb edir. Amma bizə ordur deyə ilk növbədə nə edirəm? True olaraq götürürəm və A-nı çap edirəm. Növbəti addımda 7-nin 2-dən böyük olduğu üçün true götürürəm. 1 də mənfi 5-dən böyük olduğu üçün bunu da true, yəni ki, ikisinə doğru götürürəm və B-ni çap edirəm. Daha sonra mənfi 4, 5-dən böyük olduğu üçün true götürürəm. 6 da 3-dən böyük olduğu üçün true götürürəm. And deyə hər ikisi true olmalıdır ki, true olsun. İkisi də true'dur. Nə edirəm? C-ni çap edirəm. Artıq if ödəndiyi üçün elifə və else baxmıram. Və aşağıdakı if bundan asılı olmadığı üçün sadəcə buna baxıram. Və deyir ki, burada 3-ün 2-yə bölməsindən alınan qalıq, 3-ün 2-yə bölməsindən alınan qalıq bərabərdirsə 1-ə nə etsin bizdə? T-ni çap edəsin. Baxıram, həqiqətən də 3-ün 2-yə bölməsindən alınan qalıq nədir? 1-ə bərabər olduğu üçün T-ni çap edirəm. Aşağıdakı print isə heç bir şərtdən asılı deyil. Gördüyünüz kimi hamısı nədir? Buradan paralel gəlir. Yəni print müstəqil bir operatorumuzdur, yəni əmrimizdir orada. Nə edirəm? Eli də çap edirəm. Və buna uyğun cavabı da axtarsaq, görürəm ki, A, B, C, T, L cavabı D variantında var. Deməli, doğru cavabımız D variantıdır.